Gürcüstanın baş nazirinin sədrliyi ilə iclas keçirilib. Baş nazir iclasın əvvəlində iştirakçılara uğurlar arzulayıb. O, həmçinin Gürcü cüdoçularını Avropa çempionatının qalibi olmaları münasibəti ilə təbrik edib. Onlara gələcək yarışlarda uğurlar arzulayıb. İrakli Qobaxidze mart ayında iqtisadi artımdan da danışıb. Baş nazir turizm sektorundakı müsbət dinamikanı da şərh edib. Hökumət başçısının sözlərinə görə beynəlxalq ziyarətçi xərcləri bu ilin birinci rübündə ötən ilə müvafiq dövr ilə müqayisədə 8,3% artıb. Mən hökumətin iclasında ilk dəfə iştirak edən yeni nazirlərimizi Patas Salyanı, Qaxa Quledani və Revaz Suxadzeni salamlayıram. Hər birinizə çox məsul vəzifənizdə uğurlar arzulayıram. Daxili İşlər Nazirliyi və çağırışa əməl edən hər bir polis əməkdaşı olmasaydı, nə sabitliyi qoruya bilərdik, nə də yüksək iqtisadi artım rəqəmlərini qoruya bilərdik. İqtisadi komanda ilə yanaşı təhlükəsizliyimizə cavabdeh olan qurumlar hər şeyə cavabdehdirlər. Sülh, təhlükəsizlik və sabitlik olmadan iqtisadi tərəqqi ola bilməz. Son bir neçə il ərzində hansı proseslərdən keçdiyimizi xatırlayırsınızmı? Əgər Daxili İşlər Nazirliyi, nazir, hər bir polis əməkdaşı ən yüksək çağırışa tab gətirməsəydi, biz sabitliyi qoruya bilməzdik və belə iqtisadi artım rəqəmləri də olmazdı. Cənab Vaxtanga bir daha təşəkkür edirəm. İqtisadi komandaya da təşəkkürümü bildirirəm. Ölkənin gələcək inkişafı üçün əlimizdən gələni etmək bizim borcumuzdur. Təəssüf ki, konkret adamlar məqsədli şəkildə ölkədə mənfi gözləntilər yaratmağa çalışırlar. Xoşbəxtlikdən onların nə proqnozları, nə də planları həyata keçmir. Yadınızdadırmı, bizim siyasi oponentlərimiz Gürcüstanda iqtisadi böhranın olacağını proqnozlaşdıraraq cəmiyyətdə ölkə iqtisadi böhrana doğru gedir deyə belə bir təsəvvür yaratmağa çalışırdılar. Yanvarın 17-sində onların nümayəndələrindən birinin 3 aydan sonra dollara nisbətdə məzənnənin 3,1 civarında olacağını bildirən şərhini xatırlatmaq istərdim. İndi 3 aydan da biraz artıq vaxt keçib. Lernin kursu isə 2,75-də qalır. Keçmiş siyasətçi və hazırda ekspert kimi çalışan şəxs tərəfindən iqtisadiyyatda 2%lik azalma proqnozlaşdırılmışdı. Artıq qeyd edildiyi kimi birinci rübdə bizdə 9,3% iqtisadi artım var, amma 6%dan yuxarı inflyasiya proqnozlaşdırılmışdır. İnflyasiya da optimal diapazondadır. Vergi daxil olmaları planının yerinə yetirilməyəcəyindən də söhbət gedirdi və gördüyünüz kimi bu plan birinci rübdə 120 milyonlardan çox, yəni artıqlanması ilə yerinə yetirilib. Çox üzücüdür ki, konkret adamlar bilərəkdən ölkədə mənfi gözləntilər yaratmağa, nihilizm səpməyə çalışırlar. Bunun konkret siyasi səbəbləri var. Bu konkret adamların bizim siyasi rəqiblərimizin yerinə yetirdiyi bir sifarişdir. Xoşbəxtlikdən nə proqnozları özünü doğrudur, nə də planları həyata keçirilir. Biz bu cür insanların deyil, cəmiyyətimizin gözləntilərini doğrultmaq üçün hər şeyi edəcəyik. İqtisadiyyatın mümkün qədər tez böyüməsi, əlavə yeni iş yerlərinin açılması, işçilərin əmək haqqının artması cəmiyyətimizin maraqlarına uyğundur. İqtisadi artımın davam etdirilməsi üçün bütün istiqamətlərdə səylərimizi əsirgəməyəcəyik. Mart ayında iqtisadi artım 9%-ı təşkil edib və birinci rübün ümumi göstəricisi 9,3% qalxıb. Həmçinin birinci rübdə vergi daxil olmaları planı nəzərdə tutulduğundan 120 milyonları çox yerinə yetirilib ki, bu da iqtisadi artımın nəticəsidir. Əldə olunan nəticələrə görə hökumətin iqtisadi komandasına təşəkkür etmək istərdim. Əsas prioritetlərimizdən biri ölkənin iqtisadi inkişafını təmin etməkdir. Bu istiqamətdə hələ çox iş görməliyik. Biz iqtisadi artımı daha da sürətləndirmək üçün çalışmaqda davam edəcəyik. Gürcüstan cüdo komandasını Avropa komanda çempionatında qazandıqları qələbə münasibəti ilə təbrik edirəm. Bu, Gürcüstan idmanının bugün keçdiyi uğurlu mərhələnin davamıdır. Biz bu uğur hekayəsinin gələcəkdə də davam etməsi üçün əlimizdən gələni edəcəyik. Cüdoçularımızı həm fərdi, həm də ən əsası komanda şəklində əldə etdikləri böyük
uğur münasibəti ilə təbrik etmək istərdim. Onlar böyük qələbə qazanaraq Avropa çempionu oldular. Birinci rübdə keçən illə müqayisədə beynəlxalq ziyarətçi xərcləri 8,3% artıb. Turizm iqtisadiyyatın necə performans göstərdiyini göstərən göstəricilərdən biridir. Turizm sahəsində yaxşı məlumatlarımız var. Beynəlxalq ziyarətçi xərcləri bu ilin birinci rübündə ötən ilin birinci rübü ilə müqayisədə 8,3% artıb. Turizm iqtisadiyyatın mühüm sahəsidir və bundan əlavə turizm iqtisadiyyatın necə işlədiyinin ifadələrindən biridir. Və bu sahədə də müsbət dinamikamız bizi sevindirir.